Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə zirvə kurslarının 16 noyabr tarixində keçirdiyi blok fənlər üzrə ikinci sınaq imtahanının informatika suallarının izahını verəcəm. Gəlin birlikdə suallarımıza baxaq. Deməli, birinci sualımız qrafiki informasiyanın kodlaşdırılmasına aid olan belə bir sual nümunəsidir. 128 vurulmuş 256 piksel raster qrafiki monoxrom rejimdə yaddaşda nə qədər yer tutacağı soruşulur. Deməli, qrafiki informasiyanın həcminin tapılması düsturu A vurulmuş B vurulmuş I bit bərabər həcm. Bu şəkildə idi. Deməli, burada A və B, yəni piksellərimizin sayı verilib. Monoxrom, yəni hansı rəngdə kodlaşdırıldığı verilib. Monoxromda da biz bilirdik ki, bir piksel yaddaşda 1 bit yer tuturdu. Buna əsasən həcmimizi tapırdıq. Deməli, 128 vurulmuş 256 vurulmuş 1 bit bərabərdir. 2 üstü 7 vurulmuş 2 üstü 8 vurulmuş 1 bit. Bu bizə nəticəni 2 üstü 15 verəcək. Bunu da bitdən kilobayta çevirmək üçün 2 üstü 13-ə böləcək. Nəticə bizə 2 üstü 2-ni, yəni 4 kilobayt vermiş olacaq. Cavab eləyəcək A variantı. Deməli, bu rəqəmləri təkrarlanmayan 3 rəqəmli neçə dənə ədəd düzəldə bilərik? Aha, deməli, 3 rəqəmli dediyinə görə 3 dənə oyuğumuzu çəkirik. Deyir, ədədin rəqəmləri təkrarlanmasın. Yəni, misal üçün, bu rəqəmlərdən istifadə edərək deyim, 3, 5, 5 ədədi olmaz, 355 olmaz, ədədin rəqəmləri təkrarlanmasın. Misal üçün, deyirəm, 359 olsun. İndi buna əsasən baxaq. Deməli, birinci oyuq üçün əlimdə 3, 5, 7, 9, 2. 5 dənə variant var. Buradan deyək ki, 3-ü götürdük. 3-ü artıq mən digər oyuqlara yaza bilmərəm. Əlimdə nə qədər variantım qalacaq? 5, 7, 9, 2. Yəni, əlimdə 4 dənə variant qalacaq. Buradan da deyək 9-u götürdük. 3 və 9 getdiyinə görə əlimdə 5, 7, 2. Yəni, 3 dənə variant qalır. Deməli, buradan da deyək ki, 7-ni götürək. Görürsünüz, yaratdığımız ədəd bizim şərtimizi ödəyir. Ədədin rəqəmləri təkrarlanmır və 3 rəqəmli ədəddir. Və ümumi nə qədər ədəd yarada bilərəm? 5 dəfə 4, 20. 20 dəfə 3 cavab eləyəcək 60 dənə ədəd. Cavab eləyəcək A variantı. Keçirəm növbəti sual nümunəmizə. Yarışda A, B, C, D, Y iştirak ediblər. B birinci olmayıb, amma A-dan yaxşı nəticə göstərib. Aha, A-dan yaxşı göstəribsə, hələ ki B-ni yuxarıda yazaq, A-nı aşağıda yazaq. Daha sonra A yalnız Y-dən yaxşı nəticə göstərib. Aha, A yalnız Y-dən yaxşıdır. Deməli, Y-ni aşağıda yazaq, Y-ni aşağıda yazaq. A bircə Y-dən yaxşıdır. Deməli, C yarışda 3-cü olub. Aydın məsələdir. C-ni 3-cü yerə qoysa, deməli C 3-cü yerdədir. Bizdə hansı ədədlər var? A, B, C, D, Y var. Aha, C 3-cü yerdədir. B dedik, birinci olmayıb, amma A-dan yaxşıdır. Və bir nüans var. A da ancaq Y-dən yaxşı nəticə göstərib. Deməli, Y bizdə ən sondadır. A bir dənə Y-dən yaxşı nəticə göstərib. O birilərindən hələ ki yaxşı deyil. Və B deyir, nə qədər birinci olmasa da A-dan yaxşı nəticə göstərib. Aha, B-ni də A-dan yuxarı qoya bilərik. Baxın, bura qoysaq, əgər B-ni də A-dan yaxşı nəticə göstərib. Bu durumda ikinci yerdə kim dayanacaq? Deməli, birinci olacaq deməli D. İkinci yerdə bizdə B dayanmış olacaq. Üçüncü C-dir. A və Y bu formada düzüləcək. Cavab eləyəcək B. İnsan internetdən məlumat axtararkən hansı informasiya prosesi həyata keçirilir? Emal prosesi. İnformasiyanın axtarışı emal prosesidir. Elvin güzgüdə öz əksinə baxırsa, deməli, vizual informasiyadır. Ölçü vahidləri böyüklüyünə görə sıralayaq. Hamısı kilobaytdır. A, bir dənə burada, yox, özü burada baytdır. Baytı kilobayta çevirmək üçün nə edirik? Deməli, bölürük 1024-ə. Gəlin, hamısını bayta gətirək. 1 kilobaytın bizə verəcək 1024 baytı. 512 kilobaytımız bizə verəcək 512 küstü 9-dur. 1024 küstü 10-dur. Eləyəcək küstü 19 bayt. 16 megabit də kilobayta gətirmək üçün nə edirik? 16 megabiti gətiririk bitə. Yəni 16-nı vuracam neçəyə? Megabitdən bitə gəlmək üçün 220-yə vuracaq. 220 burada, 4 də burada. Eləyəcək 224 bit. Və bunu da bayta gətirmək üçün 203-ə böləcəyik. O da eləyəcək 221 bayt. Belə bir yazılış alınacaq bizdə. İndi gəlin böyüklüyünə görə sıralayaq. Buna əsasən ən böyük bizdə olacaq 221 bayt, yəni 4. Daha sonra ondan biraz kiçik olacaq 219 bayt, yəni 3. Ondan biraz kiçik olacaq 1024 bayt, ondan da biraz kiçik olacaq 256 bayt, yəni C variantı. Keçirəm növbəti sual nümunəmizə. Aha, ədədlərin cəmini onluq say sistemində işləməliyik. Biz tapmalıyıq. Deməli, 0, 1, 0, 1, 2. Bu bizə verəcək 2 vurulmuş 8-in kvadratı plus 3 vurulmuş 8 üstü 1 və 7 vurulmuş 8 üstü 0. Bu isə bizə verəcək 4 vurulmuş 8 üstü 1 və 5 vurulmuş 8 üstü 0. Deməli, 8-in kvadratı 64, 2-yə vuranda eləyəcək 128. 3 dəfə 8, 24 və 7. Belə bir yazılış əldə eləyəcək.
Bu bizə verəcək 159-u. Buradan isə 4 dəfə 8 bizə verəcək 32-ni, 5 də buradan eləyəcək 37. Və 159-la da biz əgər 37-ni cəmləsək, nəticəni 196 əldə eləmiş olacaq. Cavab olacaq 196. 9 bitlə kodlaşdırılan maksimum simvol sayı n, deməli i bərabər 9-sa n bizə verəcək 2 üstü 9. Yəni Hartley düsturuna əsasən n bərabər 2 üstü i düsturuna əsasən cavab olacaq 2 üstü 9, yəni 512. Burada bir neçə sual nümunəsi var idi buna aid. Bilirdik ki, əgər bizə desəydi ki, misal üçün 9 bitlə kodlaşdırıla bilən ən böyük ədəd desə nə edirdik? O zaman n bərabər 2 üstü i çıxılmış 1 yazırdıq. Yəni bu zaman 511 eləyəcəkdi. Ən kiçik ədədi soruşsaydı 2 üstü n minus 1 yazacaqdıq. Yəni 2 üstü 9 minus 1, 2 üstü 8, o bizə verəcəkdi 256-nı. Amma bizə maksimum deməli nə qədər simvol kodlaşdırılacağı soruşulur deyə cavab olacaq n bərabər 2 üstü i düsturuna əsasən 512. Qovluqda 300 dənə şəkil var. Şəkillərin ölçüsü 1024-ün 2048-dədir və RGB-də hazırlanıb. Ümumi həcmi megabaytla müəyyənləşdirməyimiz istənilir. Gəlin baxaq. Deməli, burada piksel sayı nə qədərdir? 2 üstü 10, yəni 1024, 2048, yəni 2 üstü 11. RGB-də kodlaşdırılırsa, deməli, burada 3 bayt həcmə malikdir bir piksel. Burada nəticə bizdə nə qədər eləyəcək? 2 üstü, deməli, 21 vurulmuş 3 baytdır. Biz megabayta çevirsək 2 üstü 20-yə böləcəyik. Daha sonra buradan bu 2 üstü 21-dən 20 gedəcək, qalacaq sürətdə bir dənə 2. 2 vurulmuş 3 bizə verəcək 6 megabayt. Bir dənə belə deyək, qrafiki təsvirin həcmi 6 megabaytdırsa, onda 300 qrafiki təsvirin həcmi nə qədər eləyəcək? 300 vurulmuş 6, 1800 megabayt alınmış olacaq. İndi isə gəlin bu sual nümunəmizə nəzər yetirək. Deməli, burada 64-ün kubu üzərinə gəlmiş 8 üstü 4 plus 56 ədədi verilib onluq sayı sistemində 8-likdə ifadə edilməmiz istənilir. Deməli, gəlin hamısını 2-nin qüvvətlərinə gətirək. 64-ü yazaram 2 üstü 6 üstü 3 kimi. Üzərinə gəlmiş 8 üstü 4-ü yazaram 2 üstü 3-ün üzəri 4 kimi və 56-nı hələ ki saxlayıram. İndi burada məsələ nədir? Deməli, necə alacaq biz burada nəticəni? Gəlin, indi bunu da açaq. Deməli, birinci ədədimiz bizə verəcək 2 üstü 3 dəfə 6, 18. Üzərinə gəlmiş ikinci ədəd 2 üstü 4 dəfə 12. Üzərinə gəlmiş üçüncü ədəd 56 ədədində biz əgər onluq say sistemini 8-liyə gətirsək, 8-ə bölə-bölə gedəcəyik. Biz də burada nəticəni nə alacağıq? 8-ə böləndə 7 dəfə 8, 56. Nəticə bizdə 0 alınacaq. Cavab 7-0 alınmış olacaq. Yəni bizdə deməli, burada 70 alınacaq 8-li say sistemində. İndi gəlin hər bir ədədi 8-liyə gətirək. 2 üstü 18-dən 8-i, yəni 2 üstü 3-ü necə ayırırıq? 2 üstü 3-ün üzəri 3 dəfə 6, 18 kimi yaza bilərik. Doğru mu? Bu formada olacaq. Üzərinə gəlmiş 2 üstü 12-dən 2 üstü 3-ü ayırmaq üçün 2 üstü 3-ün üzəri 4 kimi yazarıq. 70 də zaten aldıq ki, 8-li say sistemindədir. İndi buradan heç birində əmsal yoxdur. Burada bir yanında 6 dənə 0 olacaq. 1, 2, 3, 4, 5, 6, 0 üzərinə gəlmiş. Burada bir yanında 4 dənə 0 olacaq və 70 ədədinin sonuna yazacağıq. Nəticə cəm bizdə 0, 0, 1, 0, 1 kimi alınmış olacaq. 1, 0, 1, 0, 0, 70 alacaq. 1, 0, 1, 0, 0, 70. 1, 0, 1, 0, 0, 70. Cavab eləyəcək B variantı. Növbəti sual, insan tərəfindən alınan informasiyanın hansı növləri var? Vizual, səs, taktil, qoxu və dad. Mətn, ədəd, qrafiki, səs və video informasiyası informasiyanın təqdim olunma formalarıdır. Adi deyə bir informasiya növü yoxdur. Bu səhv variantdır. Riyazi, psixoloji, sosioloji belə bir variant yoxdur. Rəqəmsal, mexaniki, optik. Mexaniki və ya optik deyilən bir anlayış yoxdur informatikada. Amma rəqəmsal və analoq informasiya var. Bunlar informasiyanın formalarıdır. Analoq dedik ki, kəsilməzdir, onluq kodla kodlaşdırılır. Rəqəmsal ikilik kodla kodlaşdırılır. Başqa sözlə ona diskret informasiya deyirik və ya kəsilən informasiya deyirik. Burada isə nəticəmiz C variantı alınmış olacaq. Keçirəm növbəti sual nümunəmizə. Binanın hündürlüyünün müəyyənləşdirilməsini hansı proses kimi hesab etmək olar? Hündürlüyü müəyyənləşdirmək deməli, biz burada bir ölçü prosesi həyata keçirdirik də. Ölçür isə deməli məlumatı toplayırıq. Cavab olacaq informasiyanın toplanması prosesi. Ümumiyyətlə burada yoxlanması deyilən bir proses yoxdur, qorunması yoxdur. Toplanma var, ötürülmə var, saxlanılma var. Bir də bunlardan başqa informasiyamızın emal prosesi də mövcuddur. Cavab olacaq burada C variantı. Keçirəm növbəti sual nümunəmizə. Təpə nöqtələrinin sayı 7 olan ağacın neçə dənə tili var? Deməli, təpənin nöqtələrinin sayı bizdə 7-dirsə, o zaman tilin sayı təpə nöqtələrinin sayından 1 vahid az, yəni 6 olacaq. Və bizdə ağacın neçə tili olduğu soruşulur da. Deyək ki, bax, bir dənə ağac informasiyamı da edəcək. Bu olacaq A, bura olsun B, bura olsun C, bura olsun D. Yəni, nəsl ağacı deyək də. Bura olsun Y. Neçə dənə təpə deyir? 7 dənə. 1, 2, 3, 4, 5,
Deməli, bura olsun K, burada olsun F misal üçün. 3, 6, 7. Baxın 1, 2, 3, 4, 5, 6 dənə tili olmuş olur. Keçirəm növbəti sual nümunəmizə. Deməli, 160 megabayt faylı 30% sıxlaşdırıldıqdan sonra həcmi neçə megabayt olar? Aha, 160 megabayt hələ ki faylın sıxlaşdırılmamış halıdır. Yəni 100%-də olan halı 160 megabaytdır. İndi bizə deyir ki, 30% sıxlaşdırılsın. 30% sıxlaşdırdıqda yerdə neçə faizi qalır? 60%. Demişdim, arxiv məsələlərində biz burada yerdə qalan prinsipindən işləməliyik. Deməli, burada yerdə qaldı 60 yox, üzr istəyirəm 70%. Buradan x-i necə tapacağıq? X bərabər 100 məxrəcdə 70 vurulmuş 160 surətdə. Sıfırlar bizdə ixtisar gedəcək. 16 dəfə 7 də bizə 112-ni vermiş olacaq. Cavab olacaq Y variantı. 4 fərqli rəngdə olan qutulardan biri təsadüfən seçilir. Bu halda seçilmiş qutunun hansı olduğunu müəyyən etmək üçün neçə bit informasiya tələb olunur? Elə bilin ki, 4 simvollu əlifbada 1 simvol neçə bit yaddaşda yer tutur? 2 bit yaddaşda yer tutur. N bərabərdir 2 üstü i-yə əsasən. Belə deyim də, N bizdə 4-dür. Elə bilin ki, 4 bərabər 2 üstü i. 2 üstü 2 bərabər 2 üstü i-yə buradan i bərabər 2 bit eləmiş olacaq. Cavab olacaq B variantı. 9-luq say sisteminin ən böyük rəqəmi 8. Bu ədəd ikili say sisteminə çevrilməlidir. Deməli, 2-yə bölə-bölə getməliyik. Gəlin yazaq. Deməli, 204 ədədini biz 2-yə bölə-bölə getsək, nəticəni alırıq 102, burada qalacaq 0. 102-ni bölsək 2-yə, nəticəni alacaq 51 dəfə, burada qalacaq 0. 51-i bölsək 2-yə, nəticəni alacaq 25 dəfə, burada qalacaq 1. 25-i bölsək 2-yə, nəticəni alacaq 12 dəfə, 24, burada qalacaq 1. 12-yi bölsək 2-yə, 6 dəfə 2, 12 qalacaq 0. 6-yı bölsək 2-yə, 3 dəfə 2 eləyəcək, 6 qalacaq 0. 3-ü böləcək 2-yə, 1 dəfə 2, 2, 3-dən 2 qalacaq 1 və bu formada düzülmüş olacaq. Olacaq 1, 1, 2 dənə 0, 1, 1, 2 dənə 0. Deməli, 1, 1, 2, 0, 1, 1, 2, 0. Baxaq. Deməli, 2 dəqiqə. 1, 1, 2 dənə 0, 1, 1, 2 dənə 0. Cavab eləyəcək B variantı. Qonşuluq siyahısına görə qrafın tillərinin sayını müəyyən edin. Aha, gəlin görək, hansı təpənin hansı təpələrlə qonşuluğu var və ona əsasən tillərin sayını müəyyənləşdirək. Deməli, A təpəsi qonşudur B, C, D və Y təpələri ilə. B təpəsinin A-ya, C-yə və Y-yə qonşuluğu var. Aha, buradan alınmayacaq. O zaman digər səfərdə bunu işləyək. Deməli, A təpəsinin qonşuluqları var hara? B təpəsinə, C təpəsinə, D təpəsinə. Bunun daha rahat qaydası da var, onu da deyəcəm indi. Bu da Y təpəsinə. B-nin yolu var A-ya, C-yə, Y-yə. B-nin yolu var C-yə, A-ya, bir də Y-yə. Hətta gəlin bunu da buradan çəkək. C-yə, A-ya, Y-yə. C-nin qonşuluğu var A, B-dir. C-nin qonşuluğu var A-ya, B-yə və D-yə. Aha. D-nin qonşuluğu var A, C-yə, D var A-ya, C-yə və Y-yə. Aha. Və Y var A, B-dir. Y də A, B-dir. Bax, burada nə qədər eləyəcək tillərin sayı? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə til olacaq buradan. Başqa rahat qaydası necədir? Qraf qurmadan. Bax, baxırıq ki, A-nın qarşısında nə qədər birlər var. Bir nə deməkdir? Yəni, yol olma halı deməkdir. A-nın yolu var B-yə, C-yə, D-yə, Y-yə. Deməli, A-nın yanında 4 dənə bir var. B-nin yanında 3 dənə, burada da hamısında 3 dənə. Deməli, 1, 2, 3, 4. 4 dəfə 3 eləyəcək bizdə 12. 4 də buradan eləyəcək 16. Düzdürmü? 16 dənə 1 var qrafda. İndi baxırıq. Əgər biz bilirdik ki, tillərin sayını 2-yə vuranda bizdə birlərin sayı alınırdı. Düzdürmü? Əgər birlərin sayı bizdə 12-dirsə, tillərin sayı nə qədər eləyəcək? Deməli, 12 yox, üzr istəyirəm. 16. 16-dırsa, tillərin sayı nə qədər eləyəcək? Böləcək 2-yə eləyəcək 8. Cavab eləyəcək C variantı. Qraf qurmadan daha rahat şəkildə işləyə bilərik. Daha sonra keçirəm növbəti sual nümunəmizə. Onluq say sistemində cüt olan ədədi müəyyən edin. Yəni, gətiririk onluq say sisteminə. Baxaq. 0, 1, 2 qaydası ilə bu ədədi gətirsək. 1 vurulmuş 6-nın kvadratı verəcək bizə 36-nı. 2 dəfə 6 bizə verəcək 12 və 3 də buradan. 6, 2, 8, 3, 11, 3, 1, 4, 1, 5. Bu deməli tək ədəddir. 0, 1, 2-yə əsasən 7-nin kvadratı 49. Vursaq 5-ə bu bizə verəcək 245 ədədini. Bu da bizdə tək ədəddir. 0, 1, 2 qaydasına əsasən 8-in kvadratı bizə verəcək 64-dür. Vuranda onu 3-ə bu bizə verəcək 192 vurul üzərinə gəlinmiş. 4 dəfə 8, 32 və üzərinə gəlinmiş 5.
Bu nəticə bizə verəcək, deməli 229-u onluq say sisteminə gətirəndə buna baxaq 0, 1, 2 qaydasına əsasən. Deməli 9-un kvadratı verəcək bizə 81-i, 81 də vuranda 3-ə bizdə alınacaq 243 ədədi. Üzərinə gələndə 4 dəfə 9 bizə verəcək 36-nı və üzərinə gələndə buradan da 5-i nəticə verəcək bizə. Bax bunun nəticəsi 284. Yəni gördüyünüz kimi cüt ədəd bu ədəd olmuş olacaq. D variantında isə 0, 1, 2 qaydasına əsasən deməli 4-ün kvadratı 16, bir dəfə 1 vurulsun 4 üstü 1. Aha 4 buradan və 3 də buradan. 6, 4, 20, 3 də buradan, buradan da 20 alınacaq ki, bu da tək ədəddir. Onun üçün cavab olacaq A variantı. İnformasiyanın emalı prosesi deyil. Məlumatın sıralanması, sıralayırıqsa, çeşidləyirsə, qruplaşdırırıqsa informasiyanın emalıdır. Gizli məlumatın dekodlaşdırılması. Kodlaşdırma, dekodlaşdırma prosesi informasiyanın emal prosesidir. Xarici və burada sadəcə informasiyanın forması dəyişir. Xarici dildə verilmiş mətnin tərcüməsi. Bu da eynən emal prosesidir. Yenə forma dəyişir. Məlumat sıralanması emaldır. Müayinə nəticəsində xəstənin diaqnozunun qoyulması. Bu da emal prosesidir. Yeni bir məlumat əldə olunur. Və nəşr məhsullarının yayılması, yayılma, ötürülmə, elan etmə, demə, danışma bizdə ötürülmə prosesinə aid olmuş olacaq. Cavab olacaq A variantı. 16-lıq say sistemində aşağıdakı ədədlərdən hansı doğrudur? 16-lığın hərfləri hansılardır? A, B, C, D, Y və F. Burada K, M, G, H 16-lığın hərfləri deyil. Düzgün yazılır, olacaq B variantı. Qonşuluq matrisi əsasən neçə dənə til sayı var? Til sayı nə idi? Til sayı vurulmuş 2 bərabər birlərin sayıdır. Yəni birlərin sayını 2-yə bölsək biz tillərin sayını taparıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bircə dəqiqə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə til var. Bölsək 2-yə 12 dənə 1 var, özür istəyirəm. Bölsək 2-yə 6 dənə til tapa bilərik. Cavab olacaq A variantı. 81 ədədini onluq say sistemindən 16-lıq say sisteminə çevirin. Əlbəttə 81-i böləcəyik 16. 5, 16 eləcək bizdə 80. Qalacaq 1. Cavab olacaq 5, 1 ədədi 16-lıq say sistemində. İndi belə bir ədəd verilib, onluq say sisteminə gətirməliyik. 0, 1, 2, 3, 4. Deməli, nəticəni nə alacaq? 1 vurulmuş 2 üstü 4, üzərinə gəlinmiş 0 vurulmuş 2 üstü 3, üzərinə gəlinmiş 0 vurulmuş 2 üstü 2, plus 1 vurulmuş 2 üstü 1 və 1 vurulmuş 2 üstü 0. 2 üstü 4 bizə verəcək 16-nı, bu 0 olacaq, bu da 0 olacaq, bu verəcək bizə 2-ni, bu da verəcək 1-i. 18, bir də buradan 19 nəticəsi onluq say sistemində alınmış olacaq. İndi belə bir sual nümunəsi verilib, bu sual nümunəsinə baxaq. Qeyd edeyim ki, bax, belə bir fiqur bizdə Koderada vardı, səhv eləmirəmsə, gəlin baxaq. Deməli, A, B, C, D, Y, F, G şəhərlərini birləşdirən yolların sxemi verilib. Tamam, hər bir yolla yalnız göstərilən istiqamətdə hərəkət etmək olar. Aydın məsələdir. A şəhərindən G şəhərinə Y-dən keçməklə, A-dan gəlməliyəm mən G-yə, amma mütləq Y-dən keçərək gəlməliyəm. Neçə müxtəlif yolla gələ bilərəm. Gəlin baxaq. Görək burada Y-yə girməyən neçə dənə yol var. Bax, baxırıq ki, A, C, D, Y gedəcək. Ona görə bax, buradan gələk. C-dən sonra A, C, G, Y-yə girməyəcək. Bax, bunu qaralaya bilərəm. A, C buradan gedə bilər. Buradan bu tərəfə gələk. A, C, F. Bax, bu yol girməyəcək Y-yə. Bunu qaralaya bilərəm. Daha sonra A, C, B, Y gedəcək. A, C, D, Y gedəcək. A, C, D, G. Baxın bu yol. Bax A, C, D, G. Görürsünüz bu Y-yə girmir. Onu da qaraladım. İndi gəlin baxaq. Deməli bir yol buradan, bir yol buradan, bir yol buradan, bir yol buradan, 2 yol buradan çıxırsa 2 yol da buradan çıxacaq. Və eyni zamanda ikisi də buradan, 2 buradan, 1 buradan, 3 buradan çıxacaq. 3 eləyəcək bizdə 5. Deməli A-dan G-yə, Y-yə girərək, mütləq Y şəhərindən keçərək 5 yolla gələ bilərik. Təqdim edilmiş qraf üçün qonşuluq matrisində sıfırların sayı ilə birlərin sayının fərqini tapın. Aha, sıfırların sayı və birlərin sayını tapmalıyıq. Burada məsələ nədir? Burada qövs verilib, yəni til deyil. Bu bilsiniz nə deməkdir? Misal üçün deyirəm, D-dən F-ə yol var, amma F-dən D-yə yol yoxdur. Bu o deməkdir. Bunu əsasən biz tapmalıyıq. Deməli, burada neçə dənə yolumuz var? 1, 2, 3, 4, 5, 6, 7 dənə. Deməli, bu o deməkdir ki, bizdə neçə dənə təpə var? 1, 2, 3, 4, 5, 6. 6 dənə təpə var. Təpənin kvadratı bizə ümumi nəticəni tapmağa kömək eləyəcək. Bu bizə verəcək 36-nı. Neçə dənə 1 var? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə 1 var. 7 dənə yol var. Deməli, 36-dan mən əgər 1-ləri çıxsam, yəni 7-ni çıxsam, bizdə nəticə 29 alınacaq. Deməli, 29 dənə bizdə sıfırlar alınmış olacaq.
Bir dəqiqə yenidən baxaq. Deməli 29 dənə sıfırlar alınsa, bizdən sıfırların fərqindən birlərin fərqini istəyir. 29-dan da çıxacam 7-ni, mənə nəticə 22 vermiş olacaq. Gəlin yenidən baxaq. Bax, deməli, tutaq ki, mən əgər qraf kimi çəksəm bunu, bax, buradakı kimi çəksəm. A təpəsindən hara yol var? B-yə var, C-yə var. Bax, A-dan B-yə var, C-yə var. Tutaq ki, B təpəsindən yol var. Bir dənə D təpəsinə. Bax, B-dən bir dənə məndə D təpəsinə yol var. Görək nə qədər çəkirik biz burada. C təpəsindən heç yerə yol yoxdur. Bax, C hamısı 0 olacaq. C-lər bizdə hamısı 0 olacaq. Daha sonra D təpəsindən yol var. A-ya, F-ə, Y-yə. D təpəsindən A-ya var, Y-yə var. Bir də deyək ki, burada F var, F-ə var. Doğrumu? İndi. G təpəsindən heç yerə yol yoxdur. Y 0-dır. F təpəsindən də bir dənə Y yol var. Burada məsəl üçün F təpəsi olası olsa, burada F təpəsi olası olsa. F-dən bizdə bir dənə Y-yə yol var. F-dən bir dənə Y-yə yol var. Bir dəqiqə bunları qaralayaq. Aha, F təpəsindən bir dənə Y təpəsinə yol var. Deməli, F-dən Y hardadır bizdə? Y buradadır. F-dən bir dənə baxın bura yol var. Y-yə. Deməli, 1, 2, 3, 4, 5, 6, 7. 2, 4, 6. Bəs bir dənə bir mən niyə çəkmədim? Bircə dəqiqə. 1, 2, 3, 4, 5, 6, 7. Hə də 7 olmalıdır. 2, 3, 4, 5, 6. Bəs o birisi 1 hardadır bizdə? Deməli, D-dən F-ə varsa, F-dən D-yə yoxdur, amma D-dən F-ə var. Bircə dəqiqə hansısa birini çəkmədik yəqin. A təpəsindən C təpəsinə çəkdim mi? Çəkdim. D təpəsindən B-dən D-yə də yol var. B-dən D-yə də bunu da çəkmişəm. Y təpəsinə heç yandan yol yoxdur. Aha, amma F-dən D-yə, F-dən Y-yə var. F-dən Y-yə var. F-dən Y-yə varsa, Y-dən F-ə yoxdur. Hə, tamam. Bax, Y-dən bizdə F-ə yol yoxdur. Amma F-dən bizdə Y-yə yol olmalıdır. Hə, birini çəkməmişəm. F-dən birinə yol var, digərinə yol yoxdur. Bəli, bunun birini çəkməmişəm. Ona görə, bəli, burada olacaq 7 dənə 1 və 36-nın kvadratından birlərin sayını çıxanda bizdə sıfırların sayı alınacaq. Yəni, bizdə 29 dənə 0 olacaq, 7 dənə 1 çıxanda da bizdə 22 nəticəsi alınmış olacaq. Davam edək bu sual nümunəsindən. Deməli, informasiyamızın xassələrinə və proseslərinə uyğunlaşdırmalıyıq. Xassələrimiz hansıdır? Tamlıqdır, anlaşıqlıqdır. Deməli, CD gedəcək bura, CD. Diskretlik xassəsi də bəli. Diskretlik xassəsi bizdə aiddir alqoritmə. Yəni, bu informasiyanın xassəsi deyil. 1-ə gedəcək CD. Proseslər hansılardır? Emal ötürülmə, saxlanılma. Yəni, A və Y. A və Y gedəcək 2-ciyə. Cavab olacaq 1-ə. CD, 2-yə gedəcək A, Y. Keçirəm növbəti sualın. Əslində, diskretlikdir, müəyyənlikdir, nəticəlilikdir, kütləvlilikdir. Bir də determinlikdir. Bunlar aiddir alqoritmə. Bunlar informasiya xassələri deyil. Daha sonra A, B, C, D məntəqələrindən hər birindən qalan məntəqələrə yolları və onların uzunluqları məlumdur. Okay? Bu məntəqələrin birindən başlayıb, onların hər birində yalnız bir dəfə olmaqla başlanğıc məntəqəyə qayıtmaq lazımdır. Hansı marşrut üzrə hərəkət edilməlidir ki, keçilən ən qısa yol olsun. Tamam. O deməkdir ki, biz buradan ən qısa yol tapmalıyıq. Gəlin baxaq. Bax, A məntəqəsindən başlayası olsaq. A-dan ən qısa hara gələrəm? Bax, 3 ilə gələrəm C-yə. 3 ilə gələrəm C-yə. C-dən 2 ilə gələrəm D-yə. Və D-dən 4 ilə gələrəm B-yə. B-dən də A-ya gələrəm 6 ilə. Bizə nəticə nəyə verəcək? Deməli, AC ilə getdik. 3 buradan. Daha sonra 2 buradan 5. 4 buradan 9. Buradan 4, 9. Buradan 6, 15. İşte bu qədər. Buradan oldu 15. Başqa yolu yoxlayaq. Deməli, indi gəlin, misal üçün, yenə A təpəsindən yola çıxaq. A-dan B-yə doğru getsək 6 ilə. B-dən hara gələrik? B-dən C-yə gəlsək 5 ilə. C-dən D-yə gələrik 2 ilə. D-dən A-ya 7 ilə. Bu çox böyük olacaq. Tamam, bu qalsın. Bu çox böyükdür. Sonra C təpəsindən yola çıxsaq. C-dən D-yə gələrəm 2 ilə. D-dən hara gələrəm? D-dən A-ya gəlsəm əgər 7 ilə. A-dan C-yə təzədən qayıtmaq bizə deyir ki, bütün təpələrdən keçmək lazımdır. A-dan B-yə gəlsəm 6 ilə, yox, bu da böyür. B-dən də
D-yə gələrəm 4-lə, 4-dən təzədən C-yə gəlməliyəm. Yox, elə ən qısa yol bu olacaq. Cavab olacaq 15 və ən qısa yol hansı olacaq? ACD, BA. ACD, BA. Belə bir yol alınmış olacaq. İndi burada qonşuluq matrisinə görə qraf informasiya modelini qurun. Tamam, bunun qrafını qurmaq lazımdır. Gəlin baxaq. Deməli, baxırıq burada informasiyanın qraf alına. Deməli, A-nın yolu var B-yə, D-yə. A-dan var B-yə, D-yə. Tamam. B-nin yolu var A-ya, C-yə. B-nin yolu var A-ya, C-yə. C-nin yolu var B-yə, Y-yə. C-dən var B-yə, C-dən var Y-yə. D-nin yolu var bir dənə A-ya. Tamam. Y-nin yolu var bir dənə C-yə. Bəli, bu formada bir qraf alınmış olacaq. Raster qrafiki belə bir piksel və rəng dərinliyi 32 bit olarsa, həcmini kilobaytla müəyyənləşdirmək lazımdır. Deməli, A vurulmuş B vurulmuş I bit bərabər həcm. A vurulmuş B bizdə 640 vurulmuş 480-dır və I də bizdə 32 bitdir. Biz bunu kilobayta çevirmək üçün bölməliyik küslü, deməli, bitdən kilobayta küslü 13-ə bölmək lazımdır. İndi bu sualı biz necə işləməliyik? Küslü 13 bizə nəyi verəcək? 8192-ni. Burada deməli, sürətdən də alınacaq. Necə yaza bilərik bunu? 640-ı belə yaza bilərəm, düzdürmü? 8 vurulmuş, üzr 8 yox, 64 vurulmuş 10 kimi. 64-ü də yazaram 2 üstü 6 kimi. 2 üstü 6 vurulmuş 10. 48-i yazaram 3 vurulmuş 16 kimi. Yəni, belə yazım da sizin üçün. 3 vurulmuş 2 üstü 4 vurulmuş 10. Bu hasil bizə 480 verir. 32-ni də yazaram 2 üstü 5 kimi. İndi buradan nə alırıq? 6, 4 buradan 10, 5 də buradan 215 alırıq. 215 də böləndə 213-ə sürətdə 202 qalacaq. Yəni qalacaq 4. Doğrumu? 10 burada, 10 burada bu eləyəcək 100. 3-ü də buradan eləyəcək 300. 300 burada deməli 6, 5 dedik 10, 6, 4, 10, 15. 15-i 13-ə böləndə 202 eləyəcək 4. Sürətdə bir dənə də 4 qalır. 4-ü də 300-ə vuranda 4 dəfə 12 cavab eləyəcək 1200 kilobayt. Və bu formada nəticə əldə edilmiş olacaq. Bu qədər. Testləri yekunlaşdırdıq. Sağ olun, Allah amanında.